Salam, biyologiyadan bugünkü mövzumuz insan ürəyinin quruluşu və işidir. İnsanda ürək döş qəfəsində ağciyərlərin arasında bir qədər sağdan sola doğru çəp vəziyyətdə yerləşir. Ürəyin yuxarı enli hissəsi onun əsası, aşağı ensiz hissəsi zirvəsi adlanır. Orta yaşlı sağlam insanın ürəyi təxminən öz yumruğu böyüklükdədir. Kütləsi 250-300 qramdır. Ürək xaricdən birləşdirici toxumadan əmələ gəlmiş ürəkyanı kisə ilə əhatə olunmuşdur. Kisənin boşluğunda olan maye ürək işləyərkən onu sürtünmədən qoruyur. İnsanın ürəyi 4 kameralıdır. 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Qulaqcıqların əzələli divarı mədəciklərin divarına nisbətən nazikdir. Bu onların işi ilə əlaqədardır. Qulaqcıqlar yığılarkən qan mədəciklərə tökülür. Mədəciklər yığıldıqda isə qan damarlarla bütün bədənə göndərilir. Sol mədəciyin əzələli divarı sağ mədəciyin divarına nisbətən daha qalındır. Ürəkdə qanın yalnız bir istiqamətdə hərəkətini təmin edən qapaqcıqlar vardır. Ürəyin sağ qulaqcığı və sağ mədəciyi arasında 3 taylı, sol qulaqcıq və sol mədəciyi arasında 2 taylı qapaqlar yerləşir. Sağ mədəciklə ağciyər arteriyası və sol mədəciklə aorta arasında aypara qapaqlar olur. İnsanda ürək boşluğuna bilavasitə 8 iri damar birləşir. Bunlardan ikisi qanı ürək boşluğundan çıxarır, 6-sı isə qanı ürək boşluğuna gətirir. Qanı ürək boşluğundan çıxaran damarlar aorta və ağciyər arteriyasıdır. Qanı ürək boşluğuna gətirən iri damarlar 2 ədəd sağ və 2 ədəd sol ağciyər venaları, yuxarı boş vena və aşağı boş venadır. İnsanın ürəyi tam ara kəsmə ilə sağ və sol yarım hissələrə ayrılır. Bu hissələr arasında əlaqə yoxdur. Sağ yarım hissədə venoz, sol yarım hissədə arterial qan olur. Arterial qan oksigenlə zəngin, venoz qan tərkibində oksigen az olan qandır. Ürəyə bilavasitə birləşmiş damarlardan 5-ində, yəni aorta və ağciyər venalarında arterial qan, 3-ündə, yəni ağciyər arteriyası, yuxarı boş vena və aşağı boş venada venoz qan olur. İnsanın ürəyini arterial qanla təchiz edən damarlar aortadan ayrılır. Bu damarlar sağ və sol tac arteriyalarıdır. Ürəyin işi. Ürəyin işi qulaqcıq və mədəcik əzələlərinin ritmik olaraq təkrarlanan yığılması və boşalmasından ibarətdir. Ürəyin bir dəfə yığılması sistolası və boşalması diastolası ürək döyünməsi adlanır. Ürək fəaliyyəti ürək siklinin 3 fazasının ardıcıl sürətlə bir-birini əvəz etməsindən ibarətdir. Birinci faza qulaqcıqların sistolası, ikinci faza mədəciklərin sistolası, üçüncü faza ümumi diastoladır. Şəkildən də gördüyünüz kimi, qulaqcıqların əzəlləri yığılarkən taylı qapaqlar açıq, aypara qapaqlar bağlı olur. Bu zaman qan mədəciklərə dolur. Mədəciklərin əzəlləri yığılarkən taylı qapaqlar bağlı, aypara qapaqlar açıq olur, qan damarlara vurulur. Ümumi diastola zamanı həm taylı, həm də aypara qapaqlar bağlı olur. Fazanın sonlarına doğru qanın təzyiqindən taylı qapaqlar azca açılır. İnsanın bir ürək sikli təqribən 0,8 saniyə çəkir. Bunun 0,1 saniyəsi qulaqcıqların sistolasının, 0,3 saniyəsi mədəciklərin sistolasının, 0,4 saniyəsi ümumi diastolanın payına düşür. Əgər insanın ürək sikli 0,8 saniyə çəkirsə, onda bir dəqiqədə neçə ürək döyüntüsünün baş verdiyini belə hesablaya bilərik. 0,8 saniyədə bir dəfə, 60 saniyədə x. X bərabərdir 75 dəfə. Deməli, nisbi sakitlik halında ürək bir dəqiqədə 75 dəfə döyünür. Ürək fəaliyyətinin tənzimi. Ürək fəaliyyətinin tənzimi sinir və humoral yolla həyata keçirilir. Sinir tənzimi vegetativ sinir sistemi ilə, humoral tənzim hormonlar və mineral üzvların təsiri ilə baş verir. Simpatik sinir lifləri ilə ürəyə gələn impulslar
onun işini gücləndirir. Parasimpatik sinirlərlə ürəyə gələn impulslar isə ürəyin fəaliyyətini zəiflədir. Ürəyin fəaliyyətinə qanda dövr edən müxtəlif kimya maddələr də təsir edə bilir. Belə ki, adrenalin hormonu və kalsium ionunun təsirindən ürəyin işi sürətlənir və güclənir. Asetilxolin maddəsinin və kalium ionunun təsirindən ürək fəaliyyəti ləngiyir və zəifləyir. Biz bugünkü dərsimizdə insan ürəyinin quruluşu və işini öyrəndik. Sağ olun, gələn dərslərimizdə görüşənədək.